Xüsusilə riyaziyyat və məntiq üçün, xüsusilə texnik fənlər üçün xaricdən nümunələr gətirilməlidir. Amerika Birləşmiş Ştatlarından, Yaponiyadan, Almaniyadan, İsveçrədən nümunələr gətirilməlidir bura. Hansı nümunələr, necə tədris olunur, nə tədris olunur və niyə tədris olunur? Onu ən azı bir institut olmalıdır, bugün öyrənməlidir və bizim təhsil bütövlükdə proqram olaraq buna uyğunlaşdırılmalıdır. Biz niyə bu dövrü tədris edirik? Humanitar sahələrdə isə dövlətin sifarişi olmalıdır. Məsələn, bizim qədim Azərbaycan tarixi tədqiq olunmuyor. Bu dəqiqə Allaha şükür Qarabağda işğaldan azad olunub. İlk insan məskənlərindən olan Azıq ərazisidə, Azıq Antropda, Qəbələdə, digərləri də hamısını artıq yenidən Cənub bölgəsində yenidən tədqiq olunmalıdır və Azərbaycanın tarixi əslində yenidən yazılmalıdır. Bundan əvvəlki dönəmlərdə yazılan Azərbaycan tarixinin hamısı Rusiyanın mərkəzi sifarişinə bağlı olub və hamısı Azərbaycanın əleyhinə yazılıb. Sanki biz bura sonradan gəlməyik. Tariximiz hamısı başdan başa qondarmadır. Başdan başa hər bir şey ideolojidir. Bunlar hamısı dəyişməlidir. Hamısını dəyişmək üçün dövlət elmə sifariş verməlidir. Ədəbiyyatımız onun kimi. Biz ədəbiyyatımızı öyrənənlər çox təəssüf ki, Nizami Gəncəvidən kommunist düzəltmişdilər. O cür də bugün də təəssüflər olsun ki, tədqiq olunur. Biz Füzuli kimi sufi bir şairdən, Füzuli kimi dindar bir şairdən dinsiz, Allahsız və az qala insan hüququnu müdafiə edən QHT rəhbəri düzəltmişdik. Biz Nəsimini Allahsız düzəltmişdik. Halbuki Nəsimi ən böyük dini təriqətlərdən birinin nümayəndəsidir və Allaha bağlı idi. Hər sözü Allahın adı ilə bağlı idi. Və o cümlədən də xətayı, o cümlədən də digərləri, tədqiq olunan Sovet ədəbiyyatının dilçilik istiqaməti nə qədər tədqiq olunsa da, onun ədəbiyyat və ideoloji hissələri yavaş-yavaş sıradan çıxarılmalıdır. Çox təəssüflər olsun ki, bu sistemi müəyyən edə bilməmişik. Bax, Türkiyədə maraqlı bir addır da, Milli Eğitim Bakanlığı. Yəni, Milli Təhsil Nazirliyi. Bizdə də bax, bu sizin bu konsepsiyanız Azərbaycanın özünün milli təhsilinin... Mən böyük məmnuniyyətlə Təhsil Naziri ilə, cənab Emin Əmrullayevlə və yaxud da onların mütəxəssisləri ilə bir daha bu məsələləri müzakirə etməyə hazıram. Bir daha bu məsələlər barədə polemik aparmağa, bağlı, qapalı yerdə. Bu demək deyil, bu bizim təkliflərimiz isə. Bilirsiniz, Ümid Partiyasının konsepsiyası var bundan bağlı. Biz mətbuatda da çıxış etmişik bundan bağlı. Bunların hamısını aydınlaşdıran, bunun hamısını bir yerə bağlayan və vahid sistem yaradan bir layihənin işlənilməsinin tərəfdarıyıq. Biz hökumətə də müraciət edirəm. Hökumətin də bu istiqamətdə bizim təşəbbüslərə qoşula bilərlər və dəvət edə bilərlər. Biz mütəxəssislərimiz vasitəsilə bunun içərisində işləyə bilərik bütövlükdə. Bir sistem müəyyən olunmalıdır. Çünki bu olmasa biz batıb gedəcəyik. Bizim bugün elmimiz, bizim bugün universitetlərimiz və təhsilimiz əldən gedir. Biz bəzən milli mənəvi dəyərlərdən danışırıq, filandan danışırıq. Bilirsiniz, bütün bunların hamısının kökü təhsilə bağlıdır. Təhsilsiz insanlar ən eybəcər, maarifsiz insanlar ən eybəcər adət və ənənələrin, ən eybəcər vərdişlərin arxasınca düşürlər.